Salam, gəlin birlikdə bir zaman səyahətinə çıxaq. Minlərlə il geriyə, qədim Azərbaycan torpaqlarında qurulan ilk dövlətləri kəşf edək. Hazırsınızsa, başladıq. Bəli, əsas sualımız budur. Bu bərəkətli torpaqlarda ilk dövlətləri kimlər qurmuşdu? Bu sualın cavabı bizi tarixin dərinliklərinə, adları bəlkə də çoxumuza tanış gəlməyən, amma çox böyük izlər qoymuş üç güclü qurum aparacaq. Aratta, Lullubi və Kutilər. Hər şeyin başladığı yer isə bax buradır, Urmiya gölünün ətrafı. Bu yer təkcə coğrafi bir məkan deyil, həm də qədim sivilizasiyaların beşiyidir. İlk dövlətlərin yaranıb güclənməsində həlledici rol oynayıb. İlk dayanacağımız Arrattadır. Arratta bölgədə bildiyimiz ən qədim dövlət qurumudur. Deyə bilərik ki, özündən sonrakılar üçün bir növ yolu onlar açıblar. Baxın, söhbət eramızdan əvvəl 3-cü minilliyin birinci yarısından gedir. Bu o deməkdir ki, Aratta həm Lullubidən, həm də Kutidən daha əvvəl səhnəyə çıxıb. Deməli, Arattanın idarə etmə sistemi əslində çox maraqlıdır. Hökmdarları Ensi adlanırdı və əlbəttə mütləq gücə sahib idi. Amma hərbi kimi kritik məsələlərdə təcrübəli ağsaqqallardan ibarət bir şuranın da fikrini alırdı. Və biz bütün bunlara haradan bilirik? Şumer dastanlarından. Bu özü elə Mesopotamiya ilə nə qədər sıx bağlı olduqlarının ən bariz sübutudur. Bəs bu sıx əlaqələrin təməlində nə dayanırdı? Cavab, bax bu gözəl, qiymətli daşdır. Lacivərd. Aratta məhz bu daşın ixracı sayəsində Mesopotamiya üçün çox vacib bir ticarət tərəfdaşına çevrilmişdi. Bu, onların iqtisadi gücünün əsas mənbəyi idi. Yaxşı, aradan latdan sonra səhnəyə çıxan Lullubilərlə tanış olaq. Görək, onlar bu hekayəyə hansı yenilikləri gətirdilər. Zaman oxunda biraz da irəli gedirik. Artıq eramızdan əvvəl 3-cü milliliyin ikinci yarısındayıq. Lullubilər Arattadan bir neçə əsr sonra güclənməyə başladılar. Lullubiləri fərqləndirən əsas cəhət onların yaratdığı güclü mərkəzləşmiş dövlətidir. Qurucuları İttimaşkon dağınıq vilayətləri bir yumruq kimi birləşdirdi. Məhz bu birlik onlara o dövrün super gücü olan Akkad imperiyası ilə ölümdirim mübarizəsi aparmağa imkan verdi. Və təbii ki, onlar da dövrün ən qabaqcıl texnologiyası sayılan mixi yazını mənimsəmişdilər. Lullubilərlə təxminən eyni vaxtda onların qonşuluğunda başqa bir qüvvə yüksəlirdi. Amma bu elə bir güc idi ki, təkcə regionun yox, bütün qədim dünyanın taleyini dəyişəcəkdi. Söhbət əlbəttə ki, Kutilərdən gedir. Bax bu, bəlkə də bütün hekayənin ən heyrətamiz hissəsidir. Fikir verin, Lullubillərdə tək bir güclü padşah hər şeyi həll edirdisə, Kutilərdə hökmdarlar seçki ilə təyin olunurdu. Minlərlə il əvvəl mövcud olan bu cür demokratik bir yanaşma onların idarə etmə sistemini həqiqətən də unikal edir. Bu sual bizi Kutilərin tarixdəki ən böyük yanına gətirib çıxarır. Onlar sadəcə cəsur deyildilər, onlar həm də çox strateji düşünürdülər. Və dünyanın ilk imperiyası olan Akkadla üz-üzə gəlməkdən qətiyyən çəkinmədilər. Və bu baş verdi. Bu sadəcə inanılmaz bir hadisədir. Eramızdan əvvəl 22-ci əsrdə Kuti döyüşçüləri Akkad imperiyasını darmadağın etdilər. Bu qələbə ilə onlar bütün Mesopotamiyanın yeni hakiminə çevrildilər. Və düşünməyin ki, bu qısa bir işğal idi. Yox, Kuttilər Mesopotamiyanı təxminən bir əsr, yəni düz 100 il idarə etdilər. Bu rəqəm əslində onların qələbəsinin miqyasını, nə qədər möhkəm və təsirli olduğunu göz önünə sərir. Bəlkə də təəccüblü gələcək, amma Kutilərin hakimiyyəti dağıntı və xaos yox, əksinə bölgəyə sabitlik gətirdi. Onlar şəhərlər arasındakı müharibələrə son qoydular və ən əsası ticarət yollarının təhlükəsizliyini təmin etdilər. Yəni onların idarəçiliyi dağıdıcılıqdan daha çox quruculuğa yönəlmişdi. Beləliklə, Aratta, Lullabi və Kuti. 3 fərqli hekayə, 3 fərqli tali. Amma onları bir-birinə bağlayan bir çox ortaq cəhət də var idi. Gəlin indi bu hekayələri bir yerə yığıb ümumiləşdirək. Bax, bu cədvəl əslində hər şeyi mükəmməl şəkildə xülasə edir. Hər üçünün də fərqli bir gücü vardı. Aratanın iqtisadi zəkası, Lullubunun mərkəzləşmiş dövlət quruculuğu, Kutilərin isə həm hərbi, həm də demək olar ki, demokratik uğurları. Bu qədər fərqliliyə baxmayaraq, onların hamısının kökü eyni idi. Hamısı Urmiya gölü hövzəsindən çıxmışdı. Eyni mədəni təsirlərə məruz qalmışdılar və təəssüf ki, təxminən eyni vaxtda da tarix səhnəsindən çəkildilər. Onların süqutu ilə bir dövr sona çatdı. Ticarətlə güclənən Arratta, mərkəzləşmə ilə böyüyən Lullubi və seçkili idarə etmə ilə imperiya devirən Kutilər.
Bu qədim dövlətlərin mirası min illər sonra belə bizə davamlı bir cəmiyyətin sirləri haqqında nələrsə pıçıldayır. Bəlkə də onları dinləməyə dəyər. Nə düşünürsünüz?